D vitamini haqqında bu 5 faktı mütləq bilməlisiniz. Bədənimizdə lazımı qədər D vitamini olanda hüceyrələr insulini daha rahat şəkildə qəbul edə bilirlər və qan şəkəri daha balanslı ola bilər. D vitamini bədənin yağ toplama sisteminə doğrudan təsir eləyir. D vitamini çatışmayanda bədən yağ hüceyrələrini kiçiltmək yerinə onu böyütməyi seçir və içində yağı ehtiyat şəkildə saxlamağa meyllənir. D vitamini bədənimizdəki gizli iltihabı azaldır. Çatışmazlığı zamanı isə bədənimizdə metabolizmi zəiflədən həmin iltihabi proseslər çoxalır. D vitamini yağda həll olan vitamin olduğu üçün bədənin yağ faizi çoxaldıqca D vitamini yağların içərisində demək olar ki, həbs olur və qana keçə bilmədiyi üçün artıq çəkili insanlarda təəssüf ki, D vitamini səviyyəsi çox vaxt aşağı olur. D vitamini K2 vitamini ilə birlikdə çox yaxşı işləyir. D vitamini bədənimizdə kalsiumun sovrulmasına kömək eləyir. K2 vitamini isə onun damarlarda qalmaması, doğrudan sümüklərə getməsi üçün şərait yaradır. D vitamini, K2 vitamini sümük sağlamlığınız üçün çox önəmli rola malikdirlər. Bunun kimi videoları daha çox görmək üçün videonu bəyənib paylaşmağı unutmayın.